Yerin fırlanma oku orbit müstəvisinə neçə dərəcə meyillidirsə, qütb dairəsi oradan keçir. 66.5 dərəcə meyilli olduğuna görə 66.5 dərəcə şimal qütb dairəsidir. 66.5 dərəcə də cənub qütb dairəsidir. Ama 12.8 olur da mənim orbit müstəvisində meyilli olanda. Necə? Mənim bir istəyim xeyli orbit müstəvisində perpendikulyar olanda elə 12.8 olur da hər yerdə dünyanın. O yer kürəsinin tam ortasında günəş zenitdə olarsa baş verir 21 və 23 sentyabrın tarixlərində. Bu yerin fırlanma okudur ki, orbit müstəvisi 66.5 dərəcə meyillidir deyə 66.5 dərəcəlik enliklər bizim qütb dairələrimiz adlanır. Şimal qütb dairəsi və cənub qütb dairəsi. Aydın oldu? Qütblər isə 90 dərəcəlik enliklərdir. Qütblərimiz buradan ekvatoru çəkirik. Yerin tən böləni, yəni 0 dərəcəlik fərqdir. Qütblər və qütb dairələri 66.5 dərəcə. Yer fırlanma orbit müstəvisinin 66.5 dərəcə meyilli olduğuna görə də tropik xəttlərimiz 23.5 dərəcə şimal və 23.5 dərəcə cənub enliklərdən keçir. Çünki baxın buraya yazıram sizin üçün. 90 dərəcə bərabərdir tropiklə qütb dairəsinin cəminə. Qütb dairəsi 66.5 olarsa, qütb 90 dərəcə olsa, tropik olacaq təbii ki 23.5 dərəcə. Çünki bunları toplayacaqsınız 90 dərəcə eləyəcək. Həmişə 90 dərəcə olur tropiklərlə qütb dairəsinin cəmi. Əgər yerin fırlanma oku orbit müstəvisinə 66.5 dərəcə yox, 70 dərəcə meyilli olsaydı, onda deməli tropikimiz olacaq idi 90 çıxılsın 70 bərabərdir 20 dərəcəli enliklər. Əgər yerin fırlanma oku orbit müstəvisinə məsələn 60 dərəcə meyilli olsaydı, bir də gözümü aparım, ekranı başqa yerə. Onda tropiklərimiz bərabər olacaqdı 90 çıxılsın 60 bərabərdir 30 dərəcəlik enliklər. Yəni həmişə qütb dairəsindən tropiklərin cəmi 90 dərəcə eləməlidir. Və 66.5 dərəcə meyillidirsə, yəni yerin fırlanma oku orbit müstəvisinə neçə dərəcə meyillidirsə, tropik xətti də oradan keçir. Yəni onun belə deyək də yerin fırlanma oku orbit müstəvisinə neçə dərəcə meyillidirsə, meyillik onun qütb dairəsi tropik xətti də ona uyğun olaraq 90-dan çıxmaqla tapılır. Yəni siz 90-dan çıxarsınız məsələn 60 dərəcə, tropikliyə 30 dərəcə. 70 dərəcə meyillidirsə, qütb dairəsi olacaq 70 dərəcə, yəni 90-dan 70 çıxarsınız 20 dərəcə. 45 dərəcə meyilli olsa yerin fırlanma oku orbit müstəvisinə, qütb dairəsi keçəcəkdi 45 dərəcəlik enlikdən və tropiklə 45 dərəcə enlikdən. Hər yarım kərə 45 dərəcəlik paralel bir dənə olduğuna görə bu 45 dərəcəlik şimal paraleli sizin həm tropik xətti, həm də qütb dairəniz olacaqdı. Başa düşdünüz? Yəni üst-üstə düşəcəkdi. Almanya. Sonra gəlin indi yəni normalda olanı təkrar yazaq. Çünki məsələləri ona uyğun olaraq işləyəcək. Yer kəsini çəkək, belə ekvatorda çəkdim. 0 dərəcə paraleldir. Tropik xəttlərimiz 23.5 dərəcə şimal enliyib və 23.5 dərəcə cənub enliyidir. Qütb dairələrimiz 66.5 dərəcə şimal enliyidir və 66.5 dərəcə cənub enliyidir. 90 dərəcələr isə bizim qütblərimiz 90 dərəcə cənub qütbü, bir də 90 dərəcə şimal qütbü. Qütb gecə gündüzləri hansı ki 6 ay gecə 6 ay gündüz baxın məsələn 66.5 dərəcə qütblərlə 90 dərəcə qütblər arasında baxın məsələn şimalda bu ərazilərdə müşahidə olunur, cənubda da bu ərazilərdə müşahidə olunur qütb gecə gündüzləri. İndi onu ayrı-ayrı fəsillər üzrə yazaraq orada baxarsınız. Sonra Gülay çıxmışdı. Gözləyib boş olsun davam edək. Gülay qoşula bildin? Ben de çekeyim. Heç olmaz. Deməli qütb dairələri ilə qütblərin arasında yəni 66.5 dərəcə enliklərlə qütblər 90 dərəcə arasında qütb gecə gündüzləri müşahidə olunur. Bunun fəsilləri üzrə yazacağam sizə. İndi baxın 23.5 dərəcə şimal enlik, 23.5 dərəcə cənub enlik. Bunların arası adlanan tropik işıqlanma qurşağı. Tropik işıqlanma qurşağı. Bir dənədir. Çünki iki tropikin arasında da ortasından isə ekvator keçir. Sonra 66.5 dərəcə ilə 23.5 dərəcəlik enliklərin arası adlanır şimal mülayim işıqlanma qurşağı. Şimal mülayim işıqlanma qurşağı. Sonra 66.5 dərəcə cənub enliyi ilə 23.5 dərəcə cənub enliyi arasında adlanır cənub mülayim işıqlanma qurşağı. Cənub mülayim işıqlanma qurşağı. Sonra yerdə nə qaldı sizdə? 90 dərəcə şimal qütbü ilə 66.5 dərəcə şimal enliyi arasında adlanan şimal qütbü işıqlanma qurşağı. Şimal qütb işıqlanma qısaca yazacağım qurşağı. Cənubdakı isə 66.5 dərəcə cənub enliyi 90 dərəcə enliyi arasında adlanır cənub mülayim, daha doğrusu cənub üzrə qütb işıqlanma qurşağı. Aydın oldu 5 dənə işıqlanma qurşağı var. 2 dənə qütbdür, şimal qütbündən cənub qütb. 2 dənə mülayimdir, şimal mülayimdən cənub mülayim. Bir dənə də tropikli, tropik işıqlanma qurşağı. Və sizin üçün indi bir dənə şey qeyd edim. 23.5 dərəcə şimal enliyi adlanır xərçəng tropik. Xərçəng. 23.5 dərəcə cənub enliyi isə adlanır oğlaq tropik. Bürc adları buradan da saxlaya bilərsiniz. Oğlaq tropik. Bura qədər hər şey aydındır. Lap yaxşı. Hər ikisi hər şeyin yəni yerlərini göstərim. Ondan sonra qaydalarını izah edəndən sonra keçəcəyik məsələ hissəsinə, düsturlar olan hissəsinə. Hələlik yəni bu işıqlanma qurşaqlarını izah elədim, meydiyini izah elədim. Sonra fəsilləri izah edəcəm. İndi fəsillər üzrə baxaq. Hansı fəsillərdə hansı hadisələr baş verir? 4 dənə fəsilimiz var idi. Və yaz, yay, payız, qış fəsillərin adlarını və o tarixlərdə baş verən məsələn xüsusiyyətləri öyrənəcəksiniz necə? Bakı, yəni Azərbaycanın şimal yarımkəsindədir. Bizdə yaz ayları necə keçir? İsti, amma yəni yay ayları isti olmur, biraz yağıntılı olur, təbiət canlanır. Payızda isə hava soyuq, yağışlar yağır. Sonra qışda soyuq olur, qar yağır, amma yayda isti olur, günəş çıxır. Ona görə şimal yarımkəsində biz yerləşdiyimiz üçün bizdə nə hava xüsusiyyətləri olursa, bütün şimal yarımkəsində də eyni olur. Cənubda isə bunun əksi olacaq. Ümumiyyətlə yadınızda saxlayın. 21 martdan 23 sentyabr bir-birinin tərsidir. 6 ayda bir keçir də olur. Bir də 22 iyundan 22 dekabr bir-birinin tərsidir. Yəni yazla payız bir-birinin əksidir, yayla da qış bir-birinin əksidir. Məsələn, yazda nə proses baş verirsə, payızda onun əksi hadisələri olacaq. Yayda nə olursa, qışda onun tam tərsi olacaq. Qışda nə olursa, yayda onun tam tərsi olacaq. Və şimalla cənub yarımkəsinin yay fəsilləri, yay ayları fərqlidir. Məsələn, biz Azərbaycanın şimal yarımkəsindəyik. Bizim yayların sansıları iyun, avqust ayları. Amma cənub yarımkəsindəki ölkələr üçün yaylar dekabr, yanvar, fevral aylardır. Məsələn, bizdə indi hal-hazırda qış fəslidir. Cənub yarımkəsindəki ölkələr, məsələn, Argentinada, Avstraliyada, Carda, Yeni Zelandiyada bunlar üçün hal-hazırda yay fəslidir. Onlarda payız girəndə bizdə yaz girmiş olur. Bizdə yazdısa cənubda olacaq payız fəsli. Yəni şimalla cənub həmişə bir-birinin tərsidir. Bizdə ona görə deyirəm ki, biz şimal yarımkəsindəyik və bizim ölkədə hansı xüsusiyyətlər olursa, şimal yarımkəsindəki ölkələrin hamısı üçün bu xüsusiyyətlər eynidir. Buraya yazıram şimal. Burada cənub. İndi baxaq 21 mart tarixinə başlayaq ən birinci, ilin əvvəli ilə. 21 mart tarixidir. Günəş tam burada yerin mərkəzində. Ekvatorda zenitdə olur.
yəni 0 dərəcə enlikdə Günəş zenitdədir. Mən burada Günəşi simvolik olaraq belə ulduz formasına çəkirəm. Və bura zenitdədir o demək ki, Günəş şüaları düz bucaq altına, yəni perpendikulyar şəkildə 90 dərəcə bucaqdan düşür. 90 dərəcə bucağa deyirlər zenit, yəni Günəş burada zenitdədir, ekvator xəttinin üzərində. Və sənin bayaq dediyin kimi Rahil, hər iki yarımkürədə 12 saat gecə və 12 saat gündüz olur. Yəni Günəş yer kürəsinin tam ortasında dayandığına görə bu 21 mart tarixində deyirlər yaz gecə gündüz bərabərliyi günü. Gecə gündüz bərabərliyi. Çünki həm şimal yarımkürəsindən eyni qədər işıq istilik düşür, həm də cənub yarımkürəsindən eyni qədər işıq istilik düşür. Hər iki yarımkürə bərabər işıq və istilik alır. Hər iki yarımkürədə 12 saat gecə, 12 saat gündüz olur. 12 saat gecə, burada da yazıram. 12 saat gündüz. Sonra indi bunları sevirik. Şimal yarımkürəsində hər bir şey dedim. Şimal yarımkürəsində başlayır yaz fəsli, cənub yarımkürəsində başlayır payız fəsli. İndi bunları silək. Bura qədər başa düşdünüz uşaqlar. Mama. Amin. Dərs yarım çıxın, Amin. Mama. Hə. İndi davam edirik. Yer kürəsini yenidən çəkirəm. Biraz daha böyük çəkək çünki daha çox şey var burada. Bu şey izah olmalı. Hə. Yenidən ekvator xəttini çəkdim. 0-cı paralel buraya yazın. 21 martda Günəş burada zenitdə idi. Yəni burada 90 dərəcə bucaq altına düşmüşdü. Amma 21 martdan sonra Günəş şimal yarımkürəsinə doğru hərəkət edir. Və tarix gəlir 22 iyun tarixi. 22 iyun tarixində Günəş gəlir burada şimal tropiki üzərində zenitdə olur. Yəni burada zenitdədir və burada Günəş şüalarının düşmə bucağı 90 dərəcə olur. Tropikimizdə 23.5 dərəcə şimal tropikidir. Burada Günəş zenitdədir bu dəfə. Və bu tarixdə nə olur? Şimal yarımkürəsində yay fəsli başlayır. Cənub yarımkürəsində bunun əksinə qış fəsli başlayır. Şimal yarımkürəsində gündüzün uzunluğu çox, gecənin uzunluğu az olur. Çünki Günəş şimal yarımkürəsindədir. Cənub yarımkürəsində isə gecənin uzunluğu çoxdur, gündüzün uzunluğu az olur. Sakit, sakit. Sakit dərsdəyəm. Sonra davam edirik. Bu tarixdə həmin bu Günəşin zenitdə olduğu yerdən qütblərə doğru, şimal qütbünə doğru gündüzün uzunluğu artır və 66.5 dərəcə şimal enliyində, yəni şimal qütbü ərazisində gündüzün uzunluğu artır gəlir 24 saat olur gündüz. Oradan 90 dərəcə şimal qütbünə qədərsə gündüzün uzunluğu 6 ay davam edir. Yəni 6 ay Günəş batır. Bu oldu şimal yarımkürəsində baş verən hadisələr. Cənub tropikində heç nə olmur həmin tarixdə 23.5 dərəcə. Amma cənub yarımkürəsində qış başladığına görə 66.5 dərəcə cənub enliyində şimaldakının tam tərsi 24 saat gecə olur. Oradan 90 dərəcə cənub qütbünə qədərsə 6 ay Günəş çıxmır. Məsələn, Qrenlandiya üzərində 6 ay Günəş görünmür. Üzr istəyirəm. Antarktida materiki üzərində 6 ay Günəş görünmür, amma Qrenlandiyanın şimal hissələrində 66.5 dərəcə şimal hissələrində 6 ay gecə olmuş, Günəş batmır. Aydın oldu bu. Başa düşməsini izahlayayım. Əla. Sonra indi burada bir neçə şey sizin üçün sileyim, davamını yazacağım çünki. Ne istəyirsən? Yok yok oğlum. Almışam da. Valla yoktu aslında yukarıda. Sabahlar. Gel orada başka şeyler başla. Gel orada başka şeyler başla. Sen saçmalıyorsun. Evet sakit dursun. Hadi sakit durun da. Ben seni saklamışım ya. Evet tamam diye üzür sen sessiz saklamalı oldum. 22 gün tarifinden sonra ne oldu? Şimdi bunu bir dakika yukarı sesini sileyim. Çünkü tarih değiştirdi. Gelir 23 sentyabr tarifi. 23 sentyabr değiller. Payız gece gündüz beraberliği günü. Payız gece gündüz beraberliği günü. Çünkü Güneş yine 22 gün tarixində 23.5 dərəcə şimal enliyindən sonra yenidən cənuba doğru gəlir. Üzü cənuba doğru gəlir və gəlir burada yenidən ekvatorda zenitdə olur. 23 sentyabr tarixində burada ekvatorda zenitdə olduğuna görə 90 dərəcə bucaqdan düşür və yenə hər iki yarımkürə eyni qədər bərabər işıq və istilik alır. 12 saat gecə, 12 saat gündüz olur. Sonra cənub yarımkürəsində eyni proses baş verir. 12 saat gecə olur, 12 saat gündüz olur. Hər iki yarımkürəsində eyni şeylər baş verir. Sonra şimal yarımkürəsində 23 sentyabr üçün payız fəsli başlayır. Cənub yarımkürəsində bunun əksinə olaraq yaz fəsli başlayır. Bundan sonra hansı proses baş verir? İndi bunu silək. Buraya qədər başa düşürsünüz uşaqlar. Mən səs açmışam. Hə, çünki bilmirdim. Səs gəlmədi. Evləmə özümə danışıram. Səs açmışam. İndi bayaq o 22 iyunda baş verən tam tərsi olacaq. Çünki baxın. Burada əvvəl demişdik ki 21 martda Güneş burada. Bəli, 22 iyun tarixidir. Sonra bax Güneş düzdür. Sonra üzü cənuba doğru gəldi. Güneş 23 sentyabrda payız fəslində burada ekvatorda yenidə zenitdə oldu. Bura 23.5 dərəcə şimal enlidir. Sonra Güneş yenə üzü cənuba doğru hərəkət edəcək və 23.5 dərəcə cənub enliyində 22 dekabr tarixində zenitdə olacaq. Güneş keçmişə cənub yarımkürəsində, şimal yarımkürəsində deyil. Güneş hansı yarımkürəsində işıq və istilik orada çox olur. Orada yay fəsli olur. Əksi yarımkürəsində isə qış fəsli olur. Və zenitdə olur. Burada zenitimiz yenə 90 dərəcə bərabər, yəni Güneş şüası yenə 90 dərəcə bucaq altına düşür. Bu səfər cənub yarımkürəsində başlayır yay fəsli, şimal yarımkürəsində başlayır qış fəsli. Sonra 66.5 dərəcə cənub enliyindən olur 24 saat gündüz və ondan 90 dərəcə cənub qütbünə qədər olur 6 ay gündüz. Hansı ki bayaq o şimaldaydı bu hadisə. Yəni 6 ay Güneş batmır. Sonra şimal yarımkürəsində isə bunun tam tərsinə, şimal yarımkürəsində qış fəsli olduğuna görə gecələr uzandı. Onun üçün də 66.5 dərəcə şimal enliyində deməli 24 saat gecə olur. Oradan 90 dərəcə şimal enliyinə qədər isə 6 ay Güneş görünür. İndi hal-hazırda şimal yarımkürəsində qış fəslidir. Ona görə də 66.5 dərəcə şimal enliyindən şimalda 90 dərəcə şimal enliyinə qədər olan ölkələr, hansı ki bayaq qış parçalarında yazılmış ölkələr, Rusiyadır, ABŞ, Kanada, Finlandiya, Norveç, İsveç, İslandiya. Bu ölkələrdə hal-hazırda o qış parçalarını görmək mümkündür. Çünki o ölkələrdə hal-hazırda gecələr müşahidə olunur, gecələri 6 ay davam edir. Onun üçün də indi hal-hazırda sezonda ora gedən turistlər məsələn bu dəqiqə axın eləyir. Çünki həmin ölkələrdə o qış parçalarını görmək mümkündür. Amma cənub yarımkürəsində 90 dərəcə cənub enliyinə qədər olan ərazidə 66.5 dərəcə cənub enliyi gündüzdür, gecə yoxdur. 6 ay müddətli Güneş batmayacaq.
Sonra burada yazırıq 22 dekabr tarixi. Buna da deyirlər qış günü. Bu oldu sizin fəsilləriniz və fəsillərdə baş verən proseslər. Sonra başqa nə izah eləməliyəm deməli buradan. Düsturlar olan hissəsi qalsın. Mən sizə düsturun alma qaydasını izah edəcəm dərsini. Düstursuz işləmə qaydasını izah edəcəm və bir də YouTube-dan link atacağım sizə. Bu məsələlərlə bağlı bir video var. Günəş alan çoxcağının həm düsturlu, həm düstursuz tapılma qaydasının videosunu çəkmişəm. Onu oraya yükləmişəm. Onu sizə göndərəcəm. Oradan da baxa bilərsiniz. Amma dərsdə indi izah edəcəm təbii ki. Sonra nə yazaq? Məsələn, kölgəni yazaq. Əgər bir əraziyə yadınızda saxlayın mütləq. Və bunu yuxarıdan kölgə olaraq qeyd edirəm. Çünki bu kölgənin sualları çox düşür. Cismin kölgəsinin uzunluğu soruşulur. Məsələn, baxın, bir əraziyə günəş şüaları 90 dərəcə bucaq altında düşürsə, deməli orada zenitdədir. Və bir əraziyə günəş şüası zenitdədirsə, yəni 90 dərəcə bucaq altında düşürsə, cismin kölgəsi yoxdur. Buraya yazıram, cismin kölgəsi yoxdur. Və yaxud da 0 metr. Bunu yadda saxlayırsınız. Əgər bir əraziyə günəş şüası 90 dərəcə bucaq altında düşürsə, hətta günəşdə çəkmişsiniz üçün, zenitdədir deməkdir və o zaman heç bir cismin kölgəsi yoxdur. Və bir də yadda saxlayırsınız, zenit həmişə 12:00 götürülür, günorta vaxtı. Yəni günorta deyilir buna. Bütün növ məsələlərdə istəyir bundan sonra keçəcək, məsələn, saat qurşaqları məsələsi, vaxtın tapılması, istəyir indiki məsələlərdə fərq yoxdur. Əgər bir əraziyə günəş zenitdə deyirsə, orada hal-hazırda 12:00 oldu, cismin kölgəsi yoxdur, günəş şüası 90 dərəcə bucaq altında düşür. Sonra tropiklər və tropiklərin arasında qalan bütün məntəqələr ekvatora daxil olunur, günəş zenitdə olur, onu sonra izah edəcəm. Və orada həmin ərazilərin qütbə doğru getəcək, günəş şüalarının çoxcaq kiçiliyinə görə qütbələri az bucaqdan düşdüyü üçün kölgənin uzunluğu da ekvatorun qütbə doğru getdikcə tropiklərdə azalır, amma tropiklərin qütbə doğru getdikcə yenidən kölgənin uzunluğu artır. Çünki günəşin zenit vəziyyətindən uzaqlaşır. Qütblər günəşin zenit vəziyyətindən ən uzaqda yaşayan məntəqələrdir. Sonra nə qaldı deməliyim? Bir də cismin kölgəsinin uzunluğu ilə cismin uzunluğu bir-birinə bərabərdir deyirsə, bunu da əzbər yadınızda saxlayın. Orada günəş şüası 45 dərəcə uzaqlaşır. Məsələn, cismin kölgəsinin uzunluğu uzun 1 metr və ya da özünün uzunluğu 1 metr. Yazıram burada cisim 1 metrdirsə, buradan yazaq kölgə 1 metr. Deməli, orada günəş şüasının bucağı 45 dərəcə düşəcək. Bunu da qayda olaraq yadda saxlayırsınız. Bu ikisi ilə bağlı suallar həmişə düşür. Bu iki dənəni əzbər bilsəz, bütün kölgə məsələlərini yazarsınız rahat. Sonra, deməli, indi sizin üçün bir şey çəkəcəm. Bunu silək. Y kürəsi formasında yazaq ki, çünki bundan da sual yenə çox düşür. Ekvatoru çəkirik. 0 dərəcə enib. Tropiklər çəkək. Bu şimal tropik, bu da cənub tropik. 23.5 dərəcə şimal enib. 23.5 dərəcə cənub enib. İstədik ki, günəş 21 martda burada zenitdə. Sonra şimala doğru getdi. 22 iyunda burada zenitdə olur. Sonra cənuba doğru gəldi. Yenə 23 sentyabrda burada ekvatorda zenitdə oldu. Ondan da cənuba doğru düşdü. 22 dekabrda bu cənub tropikdə zenitdə oldu. Sonra 22 dekabrdan sonra hansı fəsil gələcək? Qış bitdi, yenidən yaz başlayacaq. Yenə günəş üzü şimala doğru gedəcək. Sonra şimal tropikdə zenitdə olacaq. Sonra cənuba düşəcək. Yenə ekvatora, sonra yenə qayıdacaq cənub tropikin üzərinə. Yəni bildiyimiz odur ki, bütün ömür boyu günəş bu tropiklərin arasında, yəni tropik işıqlama qurşağıdır. Bütün ömür boyu bunların üzərində gedir, gəlir. Bir dəfə gedir, bir dəfə qayıdır. Ona görə də tropiklərin arasında qalan bütün məntəqələrdə ekvatorda daxil olmaqla ildə 2 dəfə zenitdə olur. Bunu elə yazaq ki, siz rahat oxuya bilərsiniz. İldə, bunların tropiklərin arasında qalan bütün məntəqələrdə ildə 2 dəfə günəş zenitdə olur. Bu kitabda yoxdur demək olar ki, zəif verilir. Amma qəbullar düşür. Bununla bağlı başqa bir neçə şey, nüanslar var, onları qeyd edəcəm. O da düşür. Toplumda içərisində var. Sonra tropiklərin hər birinin üzərində isə ildə bir dəfə zenitdə olur. Məsələn, 22 tarixində şimal tropikində ildə bir dəfə zenitdə olur. Bir dəfə də cənub tropikin üzərində 22 dekabr tarixində zenitdə olur. Amma tropiklərin arasında ekvatorda daxil olmaqla ildə 2 dəfə zenitdə olur. Bir dəfə tropiklərin hər birinin üzərində, 2 dəfə isə tropiklərin arasında qalan bütün məntəqələrdə. Məsələn, yazıram bura. 10 dərəcə şimal enində. Bir dəfə üstündən getdi, bir dəfə qayıtdı. Ona görə ildə 2 dəfə zenitdə olur. 10 dərəcə cənub enində. Və günəş həmişə bu tropiklərin arasında zenitdə olur. Tropiklərə daxil olmaqla. Amma tropiklərdən 1 dərəcə belə yuxarıda, 24-cü, 25-ci şimal enlərdə, yəni yuxarı dərəcəli enlərdə heç vaxt günəş zenitdə olmur. Yəni tropiklərdən heç vaxt kənara çıxmır. Həmişə günəş tropiklərin arasında zenitdə olur, kənara çıxa bilməz. Tropiklər bir deyilsə, əgər tam gecə gündüz aydın operasyon deyilsiniz, mənim fasilə aydın səsidir tropiklər. Bu zenitdə olmasa, yəni günəşin həmin ərazilərdə batıb çıxması söhbətidir. Adam tropikdə müayim də var, və qütb var da, mənim orada. Belə bir şey deyim də sizin üçün. Tropiklərdə fəsillər bəli zəif müşahidə olunur, çünki orada həmişə istidir. Sonra qütblərdə fəsillər zəif müşahidə olunur, çünki orada həmişə soyuqdur. Amma tropiklərin bəli. Zaman mülayimdə səsini də əməli. Bəli, Azərbaycan da mülayimdə gedir. Məsələn, oradan da bilmiyorlar. Azərbaycan həm subtropik, həm də mülayim quşaqda yaşayır, iqlim quşaqlar. Ümumiyyətlə, yəni tropiklərin qütblərinin arasındadır. Ona görə də biz 4 fəslin 4-ündə görürük. Bizim kimi digər ölkələrdə 4 fəslin 4-ündə görürük. Sonra bu oldu günəşin zenit vəziyyəti. İndi mən sizə bununla bağlı başqa bir şey yazacağam. Bunu silək, daha sadə formasını yazacağım. Bir də gözüm, bunun rəngini dəyişim. İndi yenidən baxın. Ekvatoru çəkdik. Tropikləri çəkək yenə. Şimal tropiki ilə cənub tropiki. Buraya yazıram tropik. Bunu şimal cənub təkrar yazmaq təcrübə bildiyinizdə 23.5 dərəcə enliklərdən söhbət gedir. Günəş həmişə səhər şərqdən çıxır. Baxın bu tərəf şərqdir. Günəş həmişə ümumiyyətlə bu tərəfdən yazaq. Şərqdən çıxır. Bu qayda dəyişmir. Və axşam həmişə qərbdən batır. Burada günəşin çıxdığı yerdə, yəni şərqdir. Axşam isə batdığı yerdə, yəni qərbdir. Və günorta həmişə günəş başımızın üzərində olur. Və günortanı həmişə götürürük biz məsələlərdə 12:00 olaraq. İndi baxın. Tropiklərin arasında günəş həmişə zenitdə olduğuna görə tropiklərdən şimalda yaşayan ölkə günəşi özündən harda görəcək? Belə sual qəbul düşürdü birinci dəfə. Yenə də düşmə ehtimalı var, burada da var. Tropiklərdən şimalda yaşayan məsələn Tokyosun Bakı şəhərinin yerləşdiyi ölkə 40 dərəcə şimal edir. Günəşi özündən harda görəcək? Həmişə özündən cənubda görəcək. Çünki günəş tropiklərin arasındadır və 40 dərəcə şimal enliyi onların nisbətən şimal azımtılığında, yəni 0 dərəcə azımtılığında yaşayır. 40 dərəcə şimal enliyi bu günəşin zenitdə olduğu enliklərdən şimal mövqeyidir. Ona görə həmin o günəşin zenitdə olduğu, zenitdə olduğu enliklərdən şimalda olan istənilən enlik günəşi özündən cənubda görür. Məsələn 50 dərəcə şimal enliyidir. Günəş özündən baxın mövqeyinə. Tropiklər qaldı o bu paralellərdən cənubda. Ona görə bu məntəqələrə baxanda günəş özündən cənubda görünəcək. Amma
Tropiklərdən cənubda yerləşən bir məntəqə. Məsələn, elə olsun 40 dərəcə cənub enliyi. Mövqe olaraq tropiklərdən cənubda yerləşənə görə həmin o məntəqələrə baxanda tropiklər onlardan şimalda olduğu üçün günəş özündən şimalda görəcək. İndi buna aid bir neçə qayda var. Onları da yazaq və mövzunun sonunda sizin üçün bir şey deyəcəm. Kitabda dərsin sonunda səhifəsinin çeviri, səhifə 52-də cədvəl var. O cədvəli əzbərləməyə ehtiyac yoxdur. Bu sxemi başa düşsəz kifayət edəcək. Deməli, 40 dərəcə şimal enliyində yerləşən məntəqələr günəşi özündən həmişə cənubda görür, amma nə vaxt? Səhər-səhər günəş şərqdə çıxdığına görə və bu məntəqələrdə günəşi cənubda gördüyü üçün səhər-səhər görəcək cənub şərqdə. Buraya yazıram səhər və görünür cənub şərq istiqamətində. Sonra günorta cənubda görəcək. Axşam isə günəş harda batır? Qərbdə batır. Görəcək axşam qərbdə. Daha doğrusu cənub qərbdə. Ümumiyyətlə isə məsələlərdə bu tip sual düşərsə, tropiklərdən şimalda qalan məntəqələr günəş özündən cənubda, tropiklərdən cənubda qalan məntəqələr günəş özündən şimalda görünür. Və yadınızda saxlayın, günəşin düşdüyü istiqamətlə kölgə bir-birinin tərsinədir. Əgər ki, səhər-səhər günəş cənub şərqdən görünürsə, kölgə onun tam tərsinə, şimal qərbə düşəcək. Sonra günorta cənubda görünürsə, kölgə düşəcək şimala. Axşam cənub qərbdə görürsə, kölgə düşəcək şimal şərqə. Bu da olur kölgənin istiqaməti. Kölgə ilə günəş bir-birinin tam tərsinədir. Burada günəş yazıram. Biraz qarışıqdır, amma başa düşmək olur. Başa düşürsünüz? Amma tam qərb olur. Hə, tam əksinə olur da. Yüksək tərəfdən mən əyilib çəkirəm çünki qələmlə mümkün qədər yəni planşetə yazıram. Bu oldu şimal tərəfi üçün. Cənubda da bunun tam əksinə olacaq. Məsələn, şimalda nə olsa, cənubda həmişə onun əksinə olur. Məsələn, yazaq 40 dərəcə cənub enliyi. 40 dərəcə cənub enliyində olan məntəqələr tropiklərdən cənubda qaldığına görə günəş özündən günorta vaxtı şimalda görəcək. Buraya yazıram günorta. Yəni 12:10 olur. Günorta günəşi özündən şimalda görəcək. Səhər-səhər günəş şərqdən çıxdığına görə şimal şərqdən görəcək günəşi səhər. Axşam isə qərbə batdığına görə şimal qərbdə batacaq. Sonra kölgə isə yenə bunun tam tərsinə düşəcək. Məsələn, səhər-səhər günəşi görmüşük şimal şərqdə, kölgə düşəcək cənub qərbə, günorta cənuba, axşam isə şimal şərqdə deməli səhər-səhər gördüyünə görə axşam düşəcək, daha doğrusu axşam vaxtı üzr istəyirəm. Günəşi şimal qərbdə gördüyünə görə kölgə düşəcək cənub şərq istiqaməti. Bu da kölgənin istiqaməti. Başa düşdünüz uşaqlar? Əlbəttə. Lap yaxşı. Bunu da qeyd edək günəş olaraq və sizə bunu da atacağam. Sonra nə qaldı Mən deməli? çox tapdım izafə bitməsinə. Hələ var, hələ. Bu mövzunu götürürəm, böyük mövzudur və kitabda tam olaraq əhatələ verməyəcəm. Mən daşlarım məsələn bəziləri yoxdur. Bu kölgənin istiqamətini bizə niyə verir? Cədvəl verir. Mən düşünürəm ki, o cədvəli siz əzbər öyrənməkdənsə belə öyrənsəz daha yaxşı olur. Başa düşmək lazımdır. Əzbər onu yada saxlamaq sizin üçün çox çətin olacaq. Sonra düşünün görün bu nəzəri hissələr nəsə qalmaqsa keçək riyazi hissəsinə. Fikirləşim. Tropiklərin arasında dedim, kölgəni dedim. Heç nə, keçək düsturlu olan hissəsinə. Ay, üzr istəyirəm şu an səsə gəl. Düsturlu olan hissəsinə baxaq. Birinci yazaq 21 mart və 23 sentyabrda günəş olan şırımcağın tapılması. 21 mart, bir də 23 sentyabrda. Günəş olan şırımcağın düsturu çox sadədir. Çünki hər iki hərfdə eyni dəyişiklik istəyi aldığına görə bucaq, yəni B hərfi bucaq deyilir. E enlikdir, verilən bizə coğrafi enlik. Düsturumuz isə belədir. Bucaq bərabərdir 90 çıxılsın enliyə. Və məsələn sizə deyir ki, tutaq dinlər. Desin ki, günəş olan 20 dərəcə bucaq altına düşdüyü məntəqə. Necə tapacaqsınız? Burada da enlik bərabər olacaq 90 çıxılsın. Deməli 20-yə, o da bərabər 70 dərəcə. Həm şimal enliyi, həm də cənub enliyi. Fərqi yox. Çünki hər iki yarımkədə eyni qədər işıq istəyi aldığına görə şimal da enliyinə də 70 dərəcə şimal enliyinə də 20 dərəcə bucaq düşəcək. 70 dərəcə cənub enliyində 20 dərəcə bucaq altında düşəcək. Başa düşdünüz bunu? Düstur bucaq bərabər 90 çıxılsın E, yəni enlik. Bu 21 mart və 23 sentyabr tarixləri üçündür. İndi keçək 22 və 22 dekabr tarixləri üçün günəş olan şırımcağın